Bugün sizinlə damaqlarda iz buraxan möhtəşəm ləzzət çudu hazırlayırıq. İlk öncə mayanı aktivləşdirməkdən ötəri qaba 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı quru maya, 1 çay qaşığı un və xəmirdə istifadə edəcəyimiz südün bir qismini əlavə edib qarışdırırıq. 5 dəqiqə isti yerdə gözlətdikdən sonra maya aktivləşir. Öncədən ələdiyim 500 qram unu qaba əlavə etdim. Ortasında yuva açdıqdan sonra 1 çay qaşığı duz, 100 qram xama, 1 ədəd yumurtanı bütöv, birinin isə ağını əlavə edirəm. İlk öncə bir qədər bunları qarışdırıram. Üzərinə əritdiyim 100 qram çərək yağı, aktivləşən mayanı əlavə edirəm və yenidən qarışdırırıq. Xəmirdə istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə də qeyd etdim. Kənarda gözləyən ilıqdan bir qədər isti südün bir qismini əlavə edirəm. Qeyd edim ki, mən ümumilikdə 150 ml süddən istifadə etməyi düşünürdüm. Sonda bir qədər qaldı, onu əlavə etmədim. Siz də südü yaxşı olar ki, az-az əlavə edərək xəmir yoğurasınız. Nə çox sərt, nə hədsiz yumşaq bir xəmir deyil. Orta yumşaqlıqda gözəl bir xəmir alındı. Süd də gördüyünüz kimi bir qədər qaldı, onu istifadə qeyd etdiyim kimi etmədim. Xəmiri masanın üzərinə alıb təxminən 1-2 dəqiqə daha yoğurdum. Xəmir hazırdır. Qaba alıb üzərinə paket və dəsmal salıb isti yerdə təxminən 1 saat və ya 1 saat 10 dəqiqə müddətində mayalandırırıq. Xəmir mayalanan müddətdə biz də içliyə hazırlayaq. İsinən tavaya 50 ml duru yağ əlavə etdim. Yağ da bir qədər isindikdən sonra çəkilmiş qoyun əti əlavə edirəm. Siz qoyun ətinin yerinə mal əti istifadə edə bilərsiniz. Durmadan qarışdırırıq. Həm ət suyunu salmasın, həm də ət çəfini buraxmasın. Təəssüf olsun ki, istifadə etdiyim soğanı göstərə bilmədim. Lakin əti çəkdikdən sonra ardınca 2 ədəd orta boy soğanı da ət maşından keçirib ət rəngini dəyişdikdən sonra üzərinə soğan əlavə etdim. Soğan əlavə etdikdən sonra da bir qədər qovurduqdan sonra üzərinə zövqümə görə duz, qara istiot əlavə edib yenidən qarışdırıram və tavanın qapağını bağlayırıq. Ətlə soğanın birlikdə bişməsini gözləyirik. Beləliklə artıq ət hazırdır. Tərkibində 1 qram belə olsun su qalmayıbdır. Ət tam yağa düşdükdən sonra hazırdır. Bu arada xəmir də artıq mayalandı. Xəmirin ilk öncə havasını alırıq. Bütün bişintilərdə olduğu kimi maya qoxusu gəlməsin deyə. Yəni bu vacibdir. Masanın üzərinə bir qədər un əlavə edirik və xəmiri masanın üzərinə alırıq. Uzun sov forma verib hissələrə ayırırıq. Siz istəsəniz 5 hissəyə də ayıra bilərsiniz. Mən 7 hissəyə ayırdım. Yəni 7 qatlı çuda hazırlayırıq. Xəmiri gözlətmədən kündələr hazırlayırıq. Yuxaları rahat açmaqdan ötəri mütləqdir ki, xəmiri, yəni kündəni hazırladıqdan sonra üzərinə paket və dəsmal salıb təxminən 15-20 dəqiqə daha gözlədək. Xəmir yetər qədər yer maya saldıqdan sonra masanın üzərinə bir qədər un əlavə etdik. Xəmir üzərinə yerləşdirib yenidən xəmirin üzərinə bir qədər un əlavə edərək açmağa başlayırıq. Yuxaları açan zaman yaxşı olar ki, az-az un əlavə edərək açmağa davam edəsiniz. Nə qədər incə, gözəl açarsanız, o qədər mükəmməl çudunuz alınacaq. Xəmirin yer maya salması da önəmlidir. Əgər yetəri qədər isti yerdə kündə hazırladıqdan sonra mayalanarsa, o qədər rahat yuxalar açılacaqdır. Beləliklə ilk və ikinci yuxanı açdıqdan sonra masanın üzərinə duru yağla yağlayıb, xəmiri masanın üzərinə alıb, açıldığı qədər əlimlə açıb, gördüyünüz kimi masanın üzərinə bərkidirəm. Belə bişirintilər hazırlayan zaman yaxşı olar ki, masanın üzərində çərək yağından deyil, məhz duru yağdan istifadə edəsiniz. Çərək yağı istifadə etsək, o zaman çərək yağı donur və açdığınız yuxa həmin formanı saxlamaz, yəni yığılar, həm də masanın üzərində yerləşdirən zaman bir qədər çətinlik çəkmiş olarsınız. Üzərinə əritdiyim çərək yağından əlavə etdim. Hər tərəfə çatacaq şəkildə yaydıqdan sonra ikinci yuxanı da üzərinə yerləşdirib eyni qayda ilə açmağa davam edirəm. Yəni ilk açdığım yuxa boyunca ikinci yuxanı da açıram və beləliklə sona qədər davam edirəm. Yenə də üzərindən çərək yağı əlavə edirik. Yaxşı olar ki, tam əridilmiş çərək yağından istifadə edəsiniz.
sonuncu, yəni 7-ci yuxanı da gördüyünüz qaydada açıram və üzərindən yağ əlavə etmirik. Yəni sonuncu qatı yağlamağa ehtiyac yoxdur. Beləliklə hazırdır. Gözlətmədən hissələrə ayırırıq. Təxminən 2 barmaq enliyində gördüyünüz qaydada bıçaqla kəsirik. Mənim hazırlamış olduğum bu xəmirlə 23 ədəd, yəni irili xırdalı kənarlarda nəzərə alaraq 23 ədəd çuda hazırladım. Artıq hazırdır, yəni tam kəsdik və gördüyünüz formada xəmiri qatlayırıq. Xəmiri qatladıqdan sonra hər iki üzünə baxırıq. Digərinə nisbətən səliqəli olan hissəni üst hissəyə saxlayırıq. O zaman çudu daha gözəl, daha səliqəli alınır. Hər birini hazırladıqdan sonra üzərinə paket və dəsmal salıb otaq temperaturunda 20-25 dəqiqə müddətində gözlədirik. Əgər xəmiri gözlətməsə, yəni dərhal hazırlamağa başlasaq, o zaman xəmir açmaq həm çətin olar, həm də kənarlardan partlaya bilər. Əgər bunun olmasını istəmirsinizsə, mütləq otaq temperaturunda bir neçə dəqiqə gözlədikdən sonra artıq çudunu hazırlaya bilərsiniz. Əgər çudunun daha səliqəli, daha gözəl olmasını istəyirsinizsə, masaya qalan hissəni çeviririk, yəni həmin hissədən xəmiri açmağa başlayırıq. Gördüyünüz kimi 2 baş barmağımızla xəmiri əlimizdə fırlayaraq içli üçün yer yaradırıq. Həmin hissəyə hazırlamış olduğumuz içlidən 2 çay qaşığı əlavə edirik, bir qədər qaşıqla bastırırıq. İçliyi içərisində hamarladıqdan sonra xəmiri hər iki hissədən alaraq içəriyə doğru yığırıq və gördüyünüz qayda ilə sıxmağa başlayırıq. Xəmirin alt hissəsini yaxşı sıxırıq, bişən zaman açılmasın. Beləliklə badambura forması veririk. Hər birini eyni qaydada hazırladıqdan sonra soba listinə yığırıq, üzərinə paket və dəsmal salıb yenə də təxminən 10-15 dəqiqə müddətində otaq temperaturunda gözlədirik. Kənarda 2 ədəd yumurta sarısının üzərinə 1 xörək qaşığı süd əlavə edib çəngəllə yaxşı açdıqdan sonra çudunun üzərində istifadə edirik. Budur artıq yetəri qədər çudu yer mayası aldı. Yəni sonuncu dəfə təxminən 15-20 dəqiqə müddətində gözlətdikdən sonra üzərinə yumurta sarısı çəkirik. Öncədən isidilmiş sobada 180 dərəcə temperaturda bişiririk. Yüksək temperaturda bişirmək olmaz, o zaman üzəri qızarar, içərisi isə çiğ qalar. Sobalar müxtəlifdir, bişmə temperaturu da sizdə müxtəlif ola bilər. Qeyd etdiyim kimi yüksək temperaturda yetər ki bişirməyəsiniz. Xəmiri kövrək, özü xırt-xırt, dadlı, ləzzətli, möhtəşəm çudlar artıq hazırdır. Düzdür, bişən kimi videonu tamamlaya bilmədim, artıq ertəsi gündür. Ertəsi gün olmasına baxmayaraq həmin dad sanki ikiyə qatlanmışdı. O qədər dadlı, o qədər ləzzətlidir. Hər birinizə şiddətlə tövsiyə edirəm. Ad gün, qonaqlıq süfrələrinə, xoş günlərinizə rahatlıqla hər biriniz hazırlayın. Hər biriniz mütləq bu ləzzəti dadmalısınız. Dəyərli izləyicilərim, belə gözəl təamlardan anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub videonu bəyənməyi unutmayın. Bu günlük bu qədər. Hələlik.